lazım Bakıya qayıtmaq istəmirəm. Doğrudan? Heç deyil ayaq havası. Düzə küləkdə amma qəşəngdir. Hə? Qalaq oyun sən qal da, sən qal biz gedək. Mən qalıb bütün işlərimi sən görərsən. Mən razı. 20 gedərsən çəkişə. Mən razı. Dəqiq. 100%. Razı. İlham qalır. Sən qalır. İlham qalır biz qaydıq. Ben yoxlayayım, mən qoyum cibimə. Nə olar? Bu ilin ilk rübündə isə bu göstərici 3500-dən İlham gidir. Çıx da tutsana. Acayip kuru... Colanma tərəfə geç. Colanma tərəfə geç. İlham, gəl bura, gəl. Çıx gör ora qırılmasa gələk ora. Bakı Akstafa qatarı ilə də gəlmək mümkündür. Hara gedirik müəllim? 2025-ci ildə Coran stansiyasında 3357 vaqon... İstiqamətimiz Coranadır. Bakıdan Corana qatar qiymətləri 12 manatdan başlayır. Azərbaycanın bir guşəsidir. 1883-cü ildə Bakı-Tiflis xəttinin istifadəyə verilməsi ilə ölkənin bir çox bölgələrindən qatar keçməyə başladı. Belə yerlərdən biri də Goranboy rayonunun Goran qəsəbəsi idi. Stansiyanın yaranması tarixi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bu il qar yaşatdı canımızda, gənclik eşqi qaynadı qanımızda. Stansiya ətraf ərazilərdə məskunlaşmanın yaranmasının əsas səbəblərindəndir. Hətta Goran qəsəbəsi adını elə stansiyadan alır. Goran və ya Goranboy adlarının mənasına gəldikdə isə Strabonun 17 kitabdan ibarət coğrafiya əsərində bəhs etdiyi 26 tayfadan biri olan Gel-Cer tayfalarının adı ilə bağlıdır. Yəni, Gel-Cer tayfalarının yaşadığı, məskunlaşdığı yer deməkdir. Doğma olur, yaxın olur, məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat, sən nə qəribəsən. Bölgələrdəki bir çox stansiyaların ətrafında su qüllələrinə rast gəlirik. Bu su qüllələri buxarla işləyən lokomotivləri su ilə təmin etmək üçün istifadə edilirdi. Müasir dövrdə isə artıq onlara ehtiyac qalmayıb. ...2025-ci ildə Goran stansiyasında 3358 vaqon üzrə 217 min tondan çox yük əməliyyatı icra edilib. O cümlədən 3226 vaqon üzrə 210 min tondan çox yük doldurma, 132 vaqon üzrə 7400 tona yaxın yük boşaltma əməliyyatı icra edilib. Bugünkü gündə Goran stansiyası ərazisinə görə çox da böyük olmasa da, yük əməliyyatlarının həcminə görə heç də böyük stansiyalardan geri qalmır. Nəzərinizə çatdırmaq istəyərdim ki, bugünkü gündə Goran stansiyasından ay ərzində təxminən 16-17 min ton civarında yüklər daşınır. Stansiyamızda əsasən ixrac yükləri üstünlük təşkil edir. Stansiyamızın sərnişin vağzalı bu il yenidən təmir olunaraq sərnişinlərin istifadəsinə verilmişdir və hal-hazırda da gördüyünüz kimi Goran stansiyasının inzibati binasında təmir işləri davam etdirilir. 2025-ci ildə stansiyadan 12 mindən çox sərnişin istifadə edib. Bu ilin ilk rübündə isə bu göstərici 3500-dən çoxdur. Stansiyadan turistlər də istifadə edir. Belə ki, Goran stansiyası Naftalan şəhərinin yaxınlığında yerləşdiyi üçün Naftalan şəhərində yerləşən sanatoriyalara elə Goran stansiyasından istifadə edərək gələn turistlərin də sayı az deyil. Yaşa, yaşa Azərbaycan. Goran stansiyasından sizə çatdıracaqlarımız bu qədər. Növbəti dəfə, növbəti stansiyada görüşənədək. Hələlik.